Salam xanımlar. Mən bu videoda sizə Faberlic proqramında məntəqə seçimini öyrətmək istəyirəm. Baxın, üst hissədə çatdırılma məntəqələri var. Ora daxil olursunuz. Plus işarəsinə vurursunuz. Daha sonra şəhər seçirsiniz. Məsələn, tutaq ki, Sumqayıt yazaq. Siz xəritədən seçməyə vursanız, baxın, xəritə gələcəkdir. Siz buradakı, sizə yaxın ərazidəki olan hissəni, məntəqəni seçə bilərsiniz. Bu qara-qırmızı olanlar məntəqədir. İstəsəz buradan da seçə bilərsiniz. Siyahıdan seçməyə vurduqda isə daha sonra siyahı gəlir. Baxın, Sumqayıtda olan bütün məntəqələrin hər biri gəlir. Buradan baxırsınız, hər birinin aşağısında da yazılır, tam ünvanı yazılır. Sizə hansı uyğundursa, onun üstünə toxunacaqsınız. Məsələn, buna vurursunuz, daha sonra seçməyə vurduqda həmin məntəqə seçiləcəkdir. Baxın, bir dənə yoxlayaq. Baxın, məntəqə seçimi belə. Yenə eyni qaydada siz istəsəniz, yenə plusa vurub fərqli bir məntəqəni seçə bilərsiniz. Sizin yaşadığınız ərazidən asılı olmayaraq istədiyiniz bütün ərazilərə sifariş vura bilərsiniz.